Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün deməli dərs 7-nin biliş və onun növləri. Bu haqqda danışacağıq. Yəni bu dərsin izahını verəcəm sizə. Deməli müəllimlər, biliş və onun növləri dedikdə aydın məsələ ki, biliyin 4 dənə növü var. Bir ümumi məlumat verək. Deməli faktoloji, daha sonra konseptual, prosedal və metakognitiv biliş olmaqla 4 yerə bölünür. İlk növbədə biliş nədir? Biliş necə olmalıdır? Bu haqqda bir ümumi məlumat verim. Deməli ilk növbədə biliş dedikdə, yəni bütün məlumatları, bütün var olan məlumatları dərsliyə və yaxud kitablara daxil etmək doğru deyil. Yəni şagirdlərin öyrənə biləcəkləri qədər biliklər, başa düşəcəkləri qədər biliklər daxil etmək lazımdır. Bundan əlavə hər doğru bildiyimiz, hər var olan biliyi də kitablara daxil etmək olmaz. İndi gəlin əsas məsələlərə baxaq. Deməli biliş nədir və hansı şərtləri ödənməlidir? Biliş öyrənmə, araşdırma, müşahidə nəticəsində əldə edilən etibarlılıq və düzgünlüyü güman edilməsi mümkün olan həqiqətləri və prinsiplərə verilən ümumi ad kimi tərif edilir. Baxın, nə deyir? Etibarlılıq və düzgünlüyü. Bunun dəqiq və yanlış olduğunu, etibarlı və düzgün olduğunu biz güman edirik. Güman edilməsi. Yəni onun yanlış və doğru olduğunu biz dəqiq bilmirik. Dediyim kimi, yəni güman edilməsidir. Biz dəqiq bilmirik ki, o biliş doğrudur, yoxsa yanlışdır. Sadəcə hardansa əldə etdiyimiz bir informasiya, məlumatın doğru və yanlış olduğunu güman etdiyimiz bir məlumatı, yəni biliş adlandıra bilərik. Baxın, deməli, şagirdlərə biliş vermək və onlarda bacarıq formalaşdırmaq təhsilin əsas məqsədlərindəndir. Təhsilimizin məqsədi şagirdlərə biliş, bacarıq verməkdir. Biliş və bacarıq verməkdir. Müəllimin isə vəzifəsi bu biliyi öyrətməkdir. Müəllimin vəzifələrində də bu məqam var idi ki, təhsil proqramında nəzərdə tutulmuş mövzuları şagirdlərə öyrətmək müəllimin vəzifəsidir. Daha sonra biliş deyəndə nə nəzərdə tutulur? Şagirdin sualı düzgün cavablandırması həmişəmi mövzunu bildiyindən xəbər verir. Niyə belə bir sual veririk? Bəzən şagirdlər verilən bir suala atmaq deyək də, yəni müəyyən ağlına gələn bir versiyanı deyir, doğru və yanlış olduğunu əmin olmadığı bir cavabı deyir və o cavabda təsadüfən gəlir doğru çıxır. İndi biz nə bilək ki, o şagirdin dediyi cavab doğrudur, yoxsa yanlışdır? Doğru yanlış deməkdə o şagird həqiqətən onun cavabını düşünübmü, bilirmi deyib, yoxsa sadəcə elə versiya mı atıbdır? Bax, o məqama diqqət yetirilir bu. Və şagirdin bilib-bilmədiyini necə ayırd etmək olar? Gələk indi bu məsələyə. Deməli, hansı fənni tədris olunmasından asılı olmayaraq, istər tarix, istər Azərbaycan dili, hansı fən olur olsun, təhsilin başlı məqsədlərindən biri düzgün olduğu təsdiqlənmiş biliyin öyrədilməsidir. Yəni, hansısa bilik iki başlı məqam varsa, təsdiq edilməyibsə, şübhə doğuran məqam varsa, o bilik öyrədilə bilməz və yaxud heç o bilik də dərsliyə daxil edilmir. Yəni, iki başlı məqamlar dərsliyə daxil edilmir. Baxın, deməli, biliyin etibarlı olması üçün müəyyən şərtlərə cavab verməsi lazımdır. Həmin şərtlərdə qədim Yunan fəlsəfəsindən rəy sürülür, ona əsaslanır. Deməli, klassik biliş nəzəriyyəsinə görə bilmək üçün ilk növbədə informasiyanın, baxın, doğruluğuna inanmaq lazımdır. Doğruluğuna. Ancaq inanmaq kifayət etmir. İnformasiyanın doğru olmasının vacibliyi lazımdır. Yəni, həqiqətən bu informasiya doğrudurmu? Doğru bildiyimiz informasiya doğrudurmu? Bu məqam var. Daha sonra, bilmək üçün biliyin əsaslı olması və ya əsaslandırılması lazımdır. Birinci nədir? Biz biliyin doğru olduğuna inanırıq. İkinci, onun həqiqətən doğru yoxsa yanlış olduğunun vacibliyi var. Bu məqam təsdiqlənməlidir ki, görək, tək inanmaq kifayət etmir. Üçüncü məqam isə həmən o biliyin əsaslı olması və əsaslandırılmasıdır. Artıq biz o biliyi məcburuq ki, əsaslandıraq. Daha sonra, deməli, tədrisin məqsədi məlumat paylamaq deyil. Yəni, elə ağzımıza nə gəldi, dərsliyə əlavə eləyək. Məlumat paylayaq, şagirdlər öyrənər, öyrənməz, bu artıq bizlik deyil, belə bir məqam yoxdur. Elə məlumat daxil etməliyik ki, elə bir məlumat paylamalıyıq ki, şagird onunla nəsə öyrənə bilsin. Baxın, təhsil üçün həqiqət və əsaslandırılmanın əhəmiyyəti danılmazdır. Təhsil üçün. Yəni, həqiqət və əsaslandırmanın dərsliyə daxil olunmuş məsələ həqiqətə əks etdirməli və əsaslandırılmalıdır. Hər kəs təqdirdə o dərsliyə daxil edə bilməz. Mövzuya daxil edilə bilməz. Ümumi bura kimi bir ümumiləşdirmədir müəllimlər. Bilic nədir? Əldə etdiyimiz informasiya məlumat. Bu hər zaman doğrudurmu? Bu hər zaman dəqiqdirmi? Biz onun dəqiqliyini bilirikmi? Ola bilər ki, biz onun dəqiq və yanlış olduğunu bilməyək.
Ancaq ilk məqam informasiyanın doğru olduğunu, əldə etdiyimiz informasiyanın doğruluğuna inanmaqdır. Sonra onun doğru olmağının vacibliyidir. Daha sonra isə onun doğru olduğunun əsaslandırılmasıdır. Digər bir məqamdan, digər bir oxuna gələk. Bütün informasiyalar, yəni bütün məlumatlar dərsiyə daxil edilə bilərmi? Xeyr. Doğru olmayan informasiya daxil edilə bilməz dərsiyə. Təhsilin məqsədi şagirdlərə informasiyanı paylamaq deyil, onun öyrənə biləcəyi qədər ona informasiya verməkdir, məlumat ötürməkdir. Bura qədər bir kiçik ümumiləşdirmə. Daha sonra, həmçinin müəllimin fikirlərini əsaslandırması, bir şeyin doğruluğuna inanma səbəblərini açıqlaması vacibdir. Yəni, müəllim mövzunu dedi, mən hal-hazırda PDF-i atım sizə və üstündən keçin. Siz onu oxuyasınız. Bəzi məqamlar qaranlıq qalacaq. Onu tam tərk edəməyəsiniz. Mən misal üçün deyirəm, mən məcburam ki, və mənim borcumdur ki, mən həmin məqamları başa düşməniz üçün bir izah verim. Bir izah. Yəni, fikirlərimi əsaslandıram ki, müəllimlər, baxın, bu məqam buna görə var. Daha sonra, bundan əlavə deməli, şagirdlərin akademik biliyi yalnız qəbul edən tərəf kimi, yəni şagirdlər sakitcə otursun orada, baxsın, bilikcə qəbul edən tərəf kimi, elə müəllim danışsın, şagird qulaq assın, belə olmamalıdır. Şagird eyni zamanda biliyin yaranmasında iştirak edən şəxslər kimi də qəbul etmək lazımdır. Yəni, sakitcə biliyi qəbul edən tərəf kimi çıxış etməməlidir şagird. Biliyin yaranmasında da iştirak etməlidir. Daha sonra, biliyin əsas göstəricilərindən biri də əsaslandırmaq olduğudur. Baxın, bilik əsas şərti, göstəricilərindən biri o bilik əsaslandırmaqdır. Necə ki, dedik yuxarıda, inanmaq, biliyin doğruluğunun vacibliyi və əsaslandırılması. Əsas şərtlərdən biri də əsaslandırmadır. Əsaslandırma. Daha sonra, lakin nəzərə almaq lazımdır ki, hər bir informasiyanın doğruluğunu əsaslandırmaq mümkün deyil. Baxın, həndəsədə tərif var. Məsələn, həndəsədə hansısa bir fəndənmi, nə bilim, hər hansı bir fəndən deyirəm. Elə bir məqam var ki, o məqama, belə deyək, situasiyaya tərif verilmir. Tərif vermək olmur, yəni izah vermək olmur. İndi sual çıxır ki, bəs hər izah verilə bilməyən məqam informasiya kimi dərsiyə daxil edilməlidir. Belə deyil. Baxın, nədir məsələ? Deyir ki, lakin nəzərə almaq lazımdır ki, hər bir informasiyanın doğruluğunu əsaslandırmaq mümkün olmaya bilər. İnformasiyanın doğruluğunu əsaslandırmaq mümkün olmaya bilər. Amma bu demək deyir ki, şagirdlər müxtəlif mənbələrdən əldə etdikləri bilikləri araşdırmadan əsas götürməlidirlər. Şagird əldə etdiyi informasiyanın öz tənqidi və məntiqi təfəkkür süzgəcindən keçirməlidir. Əsaslandırmaların subyektiv deyil, obyektiv olması da çox vacib şərtlərdəndir. Bax, yəni, var dərslikdə elə bir məqam ki, onun doğru-yanlış olduğunu əsaslandırmaq olmur. Onda şagird də düşünsün ki, mən belə bir məqam var da, onun doğru-yanlış olduğunu əsaslandıramırıq. Hardan qabağıma nə çıxdı, informasiya kimi onu qəbul edeyim, doğru informasiya kimi qəbul edeyim. Belə deyil. Şagirdin qarşısına çıxan informasiyanı şagird öz məntiqi və tənqidi süzgəcindən keçirməlidir ki, həqiqətən bu informasiya görən düzdürmü? Yoxsa elə öyrənim yox, onun doğru-yanlış olduğunu müəyyənləşdirməlidir. Daha sonra, biliyin növləri var. Az öncə dediyim kimi. Faktoloji, konseptual, prosedal və s. Baxın, biliyin növlərində burada diqqət etməli məqam nədir? Az öncə yuxarıda dediyim, şagird pasiv şəkildə informasiyanı qəbul edən tərəf deyil, öyrədilən biliyin idraki proseslərdən keçirən aktiv iştirak etməlidir. Yəni, şagird pasiv yox, dərs prosesində aktiv olmalıdır. Gəlin, əsas məsələyə baxaq. Faktoloji bilik, dediyim kimi, konseptual, prosedal və metakognitiv bilik. Müəllimlər, faktoloji bilik deyəndə nə başa düşürük? Faktoloji bilik termindir. Termin bir də ki, bölünür spesifik biliyə. Terminoloji və spesifik bilik. Terminoloji sözünün aydındır ki, mənasını biz bilirik, mənası da tanışıq. Terminlərdən gedir söhbət. Məsələn, deyərəm ki, tarix oxuyan bir şəxs bilir ki, tarixdən məsələn onun haqqında deyirəm, feodal dövründən söhbət edirəm, feodal və yaxud informatika oxuyan birinə algoritm deyirəm, Azərbaycan dilini oxuyan birinə, nə bilim, isim deyirəm. Baxın, bunlar hamısı termindir. Aiddir terminoloji biliyə. Ancaq, başqa bir məqam. Tarix oxuyan birinə deyirəm ki, nə bilim, filan döyüş 1500-cü ildə baş verib.
və yaxud nə bilim AXC 1918-də yaranıb. Baxın, bu spesifik bilikdir. Niyə? 1918 deyəndə bu ildir. Bu aydın məsələdir, bunu hamı başa düşür. Və yaxud deyirəm ki, Urmiya gölü ətrafında 1500-cü ildə filan döyüş baş verib. Və yaxud deyirəm ki, nə bilim, misal üçün, hər hansısa döyüş, X döyüşü Urmiya gölü ətrafında baş verib. Bu spesifik bilikdir. Urmiya gölünü hamı tanıyır, hamı çox adam tanıyır. Bu termin deyil, göl adıdır. Bəlkə Urmiya ola bilər coğrafiya termin kimi götürsün. Amma bu məqamda Urmiya gölü ətrafında X döyüşü baş verib deyildə, bu spesifik bilikdir. Yəni, qısa konkret ümumiləşdirsək nədir məsələ? Müəllimlər, termin, aydın məsələdir ki, öz fənninizə aid. Digər fənni qoyun, öz fənninizə aid bir dənə termin götürün, öz fənninizə aid. Bu aid olur terminə. Nədir? Terminoloji bilik dedikdə, müəllimlər, terminoloji bilik dedikdə, terminlər hər bir fənnin, yəni özünüz hansısa bir fənnin ixtisas müəllimisiniz, tarix olsun, həm ədəbiyyat mı, informatika mı, biologiya mı, hər hansısa bir fənn. Həmən fəndə müəyyən terminlər var. Az öncə dediyim kimi alqoritm, isim, ədəbiyyatda nə bilim, heca, əruz. Bax, bunlar hamısı faktoloji biliyə aiddir və faktoloji biliyin terminoloji bölməsinə aiddir, terminoloji hissəsinə. Amma məsəl üçün, mən baxın, hadisə, yer, insanlar, tarix və s. 1500 tarixdir, faktoloji bilikdir, spesifik biliyə aiddir. Nadir Şah, deyirəm tarixdə, məsəl üçün, insanlar, faktoloji biliyə aiddir, hökmdar kimi söhbət gedirsə, hadisə, yer, spesifik biliyə aiddir. Baxın, deməli, burada başqa bir məqam nədir? Biz bütün faktları, bütün terminləri dərsliyə daxil edə bilmərik. Dərsliyə şagirdin başa düşə biləcəyi qədərini daxil edə bilərik. Başa düşə biləcəyini qədər. Ona görə də biz başqa söz desək, baxın, dərsin öyrədici olması üçün informasiyanı seçici şəkildə təqdim etməliyik. Bütün informasiyanı təqdim edilməli şəkildə. Seçici şəkildə və onun yaş xüsusiyyətlərini nəzərə almalıyıq şagirdə. Məsələn, 5-ci sinif şagirdinə 5 dənə termin, 11-ci sinif şagirdinə 50 dənə termin veririk. Onların yaş xüsusiyyətini nəzərə alırıq. Yaş xüsusiyyətlərini. Daha sonra burada diqqət etməli məqam nəyə deyək? Aha. Baxın, spesifik bilik terminologiyadan onunla fərqlənir ki, terminologiya bir sahəni başa düşmək üçün bu sahə üzrə razılaşdırılmış ümumi dili, baxın, ümumi dili ifadə etdiyi halda spesifik bilik bu sahə üzrə olan xüsusi məlumatları ifadə edir. Xüsusi məlumatları. Bax, aydın oldu. Biri var dil, termin. Bir də var xüsusi məlumatlar. Məsəl üçün, yenə deyirəm, feodal dildir. Yəni, o dövrü izah etmək üçün addır bu. Dildir, ad qoyulub. Həmən dövrü ad qoyulub, feodal dövrü. Amma 1500 bu hadisədir, tarixi ildir. Ona aidon xüsusi məlumatdır. Daha sonra müəllimlər, gəlirik konseptual biliyə. Diqqət edirsiniz, burada müəllimlər, məqam var nəyə? Terminologiya, baxın, aid olan terminologiyadır. Müxtəlif sənət sahələridir, müəllimlik, rəssamlıq, mühasibatlıq, yəni ona aid olan sözlərdir. Ədəbi cərəyanlardır, termindir, romantik cərəyan, realist cərəyan, ixtiralar, kəşflər, termindir. Demokratik idarənin xüsusiyyətləri, idarəetmənin xüsusiyyətləri, termindir. Alkanların fiziki və kimyəvi xüsusiyyətləri, termindir. Diqqət edin bunlara. Daha sonra, konseptual bilik. Baxın, müəllimlər, konseptual bilik nədir? Ümumiləşdirib belə deyirəm ki, sizə, konseptual bilik oxşar fərqli xüsusiyyətlər, nəyisə müqayisəsidir. Nəyisə oxşar fərqli cəhətləri və müqayisəsidir. Yəni, nədir? 2 dənə situasiya verirəmsə, deyirəm bunun müqayisə edin. 2 dənə şəxs verirəm, deyirəm müqayisə edin. Füzuli ilə İmadəddin Nəsimi müqayisə edin. Konseptual bilik. Və yaxud sizə deyirəm ki, İmadəddin Nəsimi daha, belə deyək, yaxşı şairdir, yoxsa Məhəmməd Füzuli. Baxın, sizin apardığınız müzakirə konseptual biliyə aiddir. Daha sonra, gəlin PDF üzərindən indi izah edəcək. Konseptual bilik bir növ əlimizdə olan faktoloji bilikləri. Baxın, İmadəddin Nəsimi tarixi bir şəxsdir, faktoloji bilik. Faktoloji biliklər arasında əlaqə yarada bilməyimiz
Terminologiya və spesifik faktlarla müqayisədə bir növ daha geniş və mücərrəddir. Konseptual bilik 2 və daha artıq deklarativ biliyin müqayisəsi, ümumiləşdirilməsi nəticəsində formalaşır. Bu PDF cümləsidir, kitab cümləsidir. Mən də sizə deyirəm ki, müəllimlər, terminlərin, yəni faktoloji biliyin, terminoloji və spesifik növlərinə aid olan biliklərin oxşar və fərqli cəhətlərini müqayisəsi konseptual biliyə aiddir. Konseptual biliyə. Məsələn, başqa nə deyə bilər? Konseptual bilik nədir? Şagird beyin işlədir, belə desək. Nəyisə düşünür, fərqinə varır. Niyə sualına cavab verir? Niyə demir? Nə üçün də? Demək olar ki, bu suallara nə üçün sualına cavab verir? Baxın, fəsillər nə üçün yaranır? Bunun yerinə niyə də qoya bilər də? Fəsillər niyə yaranır? Fəsillər nə üçün yaranır? Artıq şagird bunu düşünüb cavab verə bilirsə, deməli bunun konseptual biliyi var. Konseptual biliyi. Bax, bu suala fəsillər nə üçün yaranır? Şagirdin buna cavabı faktoloji bilik ola bilməz. Çünki termin işlətmir. İl işlətməyib, yer işlətməyib. Deməli, aiddir nəyə? Konseptual biliyə. Daha sonra nəyə diqqət edirik? Deməli, biologiyada təkamül nəzəriyyəsi. Baxın, nəzəriyyələr. Nəzəriyyələr aiddir konseptual biliyə. Nəzəriyyələr. Çünki insan nəzəriyyələri dərk edir, başa düşür. Nəzəriyyələr. Məsəl üçün, hansısa bir nəzəriyyəni deyərək, bu insanın meymundan yaranması nəzəriyyə həyatından çıxdığı nəzəriyyənin adı. Bu da nəzəriyyədir. Yəni, insan düşünür ki, bu doğrudur, bu nəzəriyyə doğrudur. Deməli, onun doğru olduğunu düşünür və onu qəbul edir. Deməli, onun konseptual biliyi var. Daha sonra, nəyə aiddir? Konseptual biliyə nələr aiddir? Təsnifatlar, kateqoriyalar. Təsnifat yetişən nədir? 2 dənə x-dən y verirəm, nə bilim z verirəm, t verirəm. Deyirəm, bunları təsnif edin. Baxın, təsnifat. Sənin konseptual biliyin varsa, bunları ayırasın. Kateqoriyalara deyirəm, bunları kateqoriyalara görə ayır. Bunları prinsiplərə görə ayır. Bunları ümumiləşdir. Məntiq dediyim konseptual biliyin varsa, eləyəsin. Nəzəriyyələr dediyim kimi, biologiya təkamül nəzəriyyəsi. Model, strukturlar, bunlar aiddir konseptual biliyə. Diqqət edərsiniz bunlara. İzah tələb edən bir şey deyil. Sadəcə müəyyən qədər anlayışınız olsa ki, məsələn, bax, qeyd eləmişəm, qələbi və qələbi torpaqlar, bunlara diqqətli olun. Yuxarıda da nəyə qeyd eləmişdim? Alkanların fiziki və kimyəvi xüsusiyyəti. Alkanların fiziki kimyəvi xüsusiyyəti aiddir faktoloji biliyə, təkamül nəzəriyyəsinin tam formulasiyasını bilmək və qələbi və qələbi torpaq materiallarının müqayisəsi aiddir konseptual biliyə. Təkamülü də qoy qeyd edeyim, baxın, bu. Daha sonra, prosedural bilik nədir, müəllimlər? Prosedural bilik. Ümumi bir dənə izah, hamısından yenə deyəm, öz sözümdən ümumi bir izah verirəm. Prosedural bilik odur ki, bir dənə fəaliyyət, hər hansısa bir işin yerinə yetirilməsi. Bax, sənin tənlik, qələm aktiv edeyim, tənlik həll etməyin, deyirəm, x üstə gələk 5 bərabərdir 12. Bax, bu prosedural bilikdir. Çünki x-i belə deyəsən, 5-i keçirdəsən bu tərəfə, belə. Bərabərdir x-də 7. Bunun ardıcıllığı budur. Bax, prosedural bilikdir. Deyəcəm, nə bilim, sintaktik təhlil elə. Məsəl deyim. Əli gəldi. Xəbər, kim? Əli mübtəda. Sən deyənməsən, Əli nə etdi, gəldi. Tərsini eləyənməsən bunu. Birinci, tapassan. Birinci deməli. Tapassan xəbəri, sonra mübtədanı. Bax, müəyyən bir ardıcıllıq varsa, müəyyən bir fəaliyyətin ardıcıllığı varsa, algoritm, yəni deyəm, algoritm varsa, bu prosedural bilikdir. Prosedural bilik. Buna diqqət edin. Daha sonra, nədir? Burada deməli nəyə diqqət edin? Prosedural bilik müəyyən bir müddət sonra avtomatikləşə bilər. Bax, nətər? Artıq mən birinci sintaktik təhlil etməyi yaxşı bilmirəm. Deyərəm ki, birinci bilməyəm xəbərimi tapıb, mübtədəni, sonra hansı cümlə cüvlərini. Artıq mən onu çoxlu eləyə, həmən fəaliyyəti çoxlu yerinə yetirə, o məndə aktivləşəcək. Cümləni görən kimi tez xəbəri tapacağım, dalınla mübtədanı, o birini, bunu tapacağım. Bu bacarıq məndə aktivləşəcək. Deməli, prosedural bilik müəyyən müddət sonra aktivləşir. Diqqət edin. Prosedural biliklə bağlı geniş yayılmış səhv ondan ibarət ki, nədir? Deyirlər ki, pedaqoqlar prosedural biliyi tətbiq etmə bacarığı kimi görürlər. Tətbiq etmə zamanı prosedural bilik möhkəmlənir.
Eyni deyillər ha. Bax, prosedural biliyi tətbiq etmə kimi görürlər. Ancaq elə deyil. Düzdür, tətbiq etmə zamanı, fəaliyyət zamanı prosedural bilik möhkəmlənir. Möhkəmlənir. Lakin tətbiq etmə olmasa da şagirdlər prosedural biliyə malik olurlar. Prosedural biliyə. Nətər? Gəl izah edeyim. Tətbiq etmə nədir? Tənliyi həll etmək. Bax, gəl bunu yazaq. 12. Bunu həll eləsəm mən, bu olur tətbiq etmə. Amma mən bunun ardıcıllığını necə həll edə biləcəyimi bilirəm. Bax, o prosedural bilikdir. Mən bunu həll etməsəm belə, mənim prosedural biliyim var. Prosedural biliyim var. Amma mən bunu gəl tətbiq eləyim. 5 x. Nə oldu? Prosedural biliyim möhkəmləndi. Artıq avtomatikləşməyə doğru gedir. Ancaq mən bunu həll eləməsəm, tətbiq etməsəm, yenə də mənim tənliyi həll etmək haqqında biliyim var. Prosedural biliyim var. Mən bilirəm ki, tənlik necə həll olunur. Bu da belə. Daha sonra müəllimlər, diqqət edirik. Bacarıqlar, algoritmlər, qeyd elədim. Texnika. Hansı texnika ilə, sintaktik təhlil hansı texnika ilə edirəm? Hansı metodunu edirəm? Bunlardır. Müvafiq prosedurlar görülüb burada. Bir də bunlara diqqət eləyin. Daha sonra metakognitiv bilik müəllimlər. Metakognitiv. Nədir? Metakognitiv bilik. Lori dildə yenə deyirəm. Odur ki, mən öz öyrənməyim haqqında məlumatlıyam. Mən bilirəm ki, səsdə oxumaq mənim üçün daha yaxşıdır. Deməli, metakognitiv biliyim var. Metakognitiv biliyim var. Bax, situasiyanı sizə belə verirəm. Şagird, belə deyək, mətni üzündən oxumaqdansa, mətn deməkdə şagird, nə bilim, hər hansı bir Məhəmməd Füzuli haqqında məlumatı özündən oxumaqdansa, bu barədə videoçarx izləməyi daha üstün tutur. Çünki o formada daha yaxşı öyrənir. Deməli, şagird özü haqqında məlumatlıdır. Bilir ki, üzündən oxumaqdansa, videoçarxa baxsa daha yaxşı öyrənəcək. Məsələn, siz özünüz. Ola bilər ki, hansınızsa, mən dedim ki, məsələn, səssiz oxuyanda, parafraz olmadan oxuyanda yadınızda qalmır. Məcbur onu parafraz formada, yəni səslə oxuyursunuz. Və siz artıq bilirsiniz ki, Lori dildə belə deyil də, ürəyinizdə oxuyanda onu tam başa düşmürsünüz. Məcbursunuz ki, səslə oxuyasınız. Bax, o sizin metakognitiv biliyinizdir. Çünki siz özünüzün necə yaxşı öyrəndiyinizi bilirsiniz. Odur. Deməli, metakognitiv bilik idarəçi tapşırıqlarının nədə və necə fayda verə biləcəyini göstərən bilikdir. Daha sonra insanın öz haqqında məlumatlılıqdır. Mən öz öyrənməyimi bilirəmsə ki, deməli özüm haqqında məlumatlıyam. Daha sonra metakognitiv bilik özü haqqında biliyə sahib olmaq vacib bir məqamdır. Lakin burada daha vacib olan məsələ bu məlumatın dəqiqliyidir. Ola bilər sən özün haqqında məlumatlısan. Amma o düzdürmü? Məsələn, mən düşünürəm ki, mətni səslə oxusam daha yaxşı yadımda qalır. Nəinki ürəyimdə oxuyanda. Amma mən elə fikirləşirəm, mən onu yoxlamamışam, görün həqiqətən elədir ya yox, o dəqiqdirmi ya yox. Mən onun dəqiqliyinə, fərqinə varmadan, dəqiq olub olmadığını dəqiqləşdirmədən elə düşünürəmsə, bu səhvdir, yanlış bir addımdır. Bir əvvəl dəqiqləşdir, bir dəfə ürəyindən oxu, bir dəfə səslə oxu, gör hansında daha yaxşı yadımda qalır. Dəqiqləşdir ki, səslə oxuyanda daha yaxşı yadımda qalır. Deməli, bu sənin özün haqqında məlumatlılığın dəqiqliyi olacaq. Özün haqqında məlumatın dəqiq olacaqdır. Daha sonra müəllimlər, nədir? Strateji bilik. Eyni şey, baxın, mən strategiya qururam ki, üzündən ürəyimdə oxumaqdansa səslə oxusam, daha yaxşı öyrənəcəm. Stratejiyamdır. İdraç tapşırıqları haqqında bilik, şagirdin öz haqqında bilik sahibi olması və s. Bir də nədir məlumat? Burada məsələ. Deməli, məlumatın uzunmüddətli yaddaşa keçirilməsi üçün refleksiyanın vacib olduğu. Baxın, refleksiya nədir? Məlumatı oxuyuruq və yaxud siz PDF oxuyursunuz. Qutaranda refleksiya eləməlisiniz. Özünüzə sual verməlisiniz ki, oxuduğumda nə yadımda qaldı? Prosedural nə idi? Faktoloji nə idi? Bax, bu refleksiyadır. Siz bu halı eləyəndə, özünüzə sual verəndə, öz öyrənmənizi yoxlayanda, sizin öyrəndiyiniz qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürülür. Bir də burada diqqət edərsiniz, yeni sözlərin öyrənməsi üçün Freire modelinin istifadə edilməsi. Budur. Bir o qədər vacib deyil bu, amma əsas uzun müddətli yaddaşa diqqət edin. Bir gün bacardım deyəcəyin günü düşün
və daha çox çalış. Bu da belə. Oldu müəllimlər. Sağ olun. Gələn izahlarda görüşənədək.